Azərbaycanda idmanın inkişafı dövlətin daxili siyasətinin əsas prioritetlərindən biri kimi ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilir. Sağlam həyat tərzinin təşviqi, gənclərin fiziki və mənəvi potensialının gücləndirilməsi, eləcə də ölkənin beynəlxalq arenada mövqeyinin möhkəmləndirilməsi baxımından idman siyasəti xüsusi strateji əhəmiyyət daşıyır. Bu düşünülmüş yanaşmanın nəticəsidir ki, Azərbaycan son illərdə qlobal idman mühitində etibarlı tərəfdaş və uğurlu idman ölkəsi kimi tanınır. Cənab Prezident İlham Əliyevin dekabrın 26-sında 2025-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdə səsləndirdiyi fikirlər də bu xəttin davamı kimi qiymətləndirildi. Bu barədə öz fikirlərini Milli Məclisin deputatı Azər Allahverənov İki Sahil TV-yə açıqlamasında bildirdi. Çox sevindirici bir haldır ki, 2025-ci ildə Azərbaycan idmançıları müxtəlif beynəlxalq yarışlarda və turnirlərdə 2000-dən çox medal qazanmağa müvəffəq olubdur ki, bu medalların təqribən az qala 1/3 hissəsi, yəni 600-dən çoxu məhz qızıl əyarlı olan medallar olubdur. Bu çox sevindirici bir haldır. Bu o deməkdir ki, 600-dən çox qızıl medal qazanan idmançılarımız bayraqlarımızın dalğalanması ilə yanaşı Azərbaycan himninin də 600-dən çox dəfə səsləndirilməsinə səbəb ola biləcək bir nəticə imzadıbdır. Bu həm ölkənin imicidir, bu həm ölkənin reputasiyasıdır, ölkənin tanınması baxımından da olduqca vacib bir hadisədir. Təbii ki, bu uğurun əsasında dövlət siyasəti durur. Məhz bu dövlət siyasətidir ki, hansı ki ildən ilə qazanılan medalların sayında biz artımı müşahidə edirik. İldən ilə istifadəyə verilən olimpiya idman komplekslərinin sayının artdığını görürük və nəticə etibarilə də Azərbaycanın bütün bölgələrində idmanın inkişaf etdirilməsi üçün çox əlverişli bir şəraitin yaradıldığını da müşahidə edirik. Təkcə onu demək kifayətdir ki, Gəncədə və Yevlaxda idman olimpiya komplekslərinin tikintisi artıq başa çatmışdır və nəticə etibarilə ölkə hüdudları daxilində təqribən 46 olimpiya idman kompleksinin fəaliyyət göstərdiyi artıq məlumdur. Və bu da onu göstərir ki, idmanın inkişafı bugün dövlətimizin siyasi kursunun əsas prioritet sahələrindən biri hesab olunur. Çünki söhbət sağlam nəslin yetişdirilməsindən, fiziki cəhətdən sağlam gəncliyimizin formalaşdırılmasından gedir. Və nəticə etibarilə nəzərə alsaq ki, sağlam bədəndə sağlam ruh olur. Məhz bu prinsipdən irəli gələrək Azərbaycan hökuməti xüsusilə də idmanın inkişafı üçün zəruri səylərini əsirgəmir və nəticə etibarilə biz görürük ki, kifayət qədər idman yarışlarında uğurlarının qazanılması üçün Azərbaycanda əlverişli bir şərait yaradılmaqdadır. Yeri gəlmişkən onu demək lazımdır ki, Azərbaycan artıq kifayət qədər idman bir paytaxtı olaraq, yəni dünyada idman paytaxtı kimi özünü təsdiq edərək bir çox beynəlxalq turnirlərin keçirilməsinə ev sahibliyi edibdir. Mənim zamanında özümün də iştirak elədiyim 4-cü İslam oyunları və digər idman yarışları, o cümlədən formula yarışları, bu il elə Azərbaycanda keçirilən 3-cü MDB oyunları. Bunlar hamısı bir daha onu göstərir ki, Azərbaycan beynəlxalq turnirlərdə həm özünün idmançılarının layiqincə təmsil olunması üçün zəruri şərait yaradır, həm də həmin turnirlərin, həmin yarışların beynəlxalq standartlara uyğun şəkildə həyata keçirilməklə bu müstəvidə yeni bir tendensiyanı, yeni bir mahiyyəti, yeni bir yüksək bir plankanı müəyyənləşdirmiş olur. Hətta bəzi hallarda Azərbaycanın təşkil elədiyi bu beynəlxalq yarışlara ev sahibliyi edən digər dövlətlər, misal üçün ardıcılar, hətta Azərbaycanın öz ölkəsində müəyyən etdiyi, öz ölkəsində keçirdiyi yarışlar zamanı müəyyən etdiyi plankaya uyğun belə o şəraiti yarada bilmirlər. Misal üçün, 1-ci Avropa oyunlarını xatırlasaq, biz 2015-ci ildə Azərbaycan elə bir yüksək səviyyədə 1-ci Avropa oyunları keçirmişdi ki, ondan sonra keçirilən Avropa oyunları öz mahiyyətinə və əhatəsinə, təsir dairəsinə görə belə Azərbaycanın keçirdiyi 1-ci Avropa oyunlarına çata bilməmişdi. Eynilə də biz bunu digər formatlı tədbirlərdə də görürük. Məsəl üçün, COP29 da onlardan biridir. Bu da nəzərə alsaq ki, COP29 indi idman yarışı olmasa da belə iqlim dəyişikliyi ilə bağlı olan çox mötəbər bir tədbirdir. Burada da Azərbaycan yenə də həmin o yüksək plankanı müəyyənləşdirmişdi və nəticə etibarilə sonra keçirilən COP30, hansı ki bu il Braziliyada baş vermişdi, Azərbaycanın müəyyən etdiyi plankaya uyğun olaraq tədbir təşkil edə bilməmişdi. Eyni bir prosesi biz idman müstəvisində də görürük. Çünki idman müstəvisində sadaladığım kimi 1-ci Avropa oyunları, 4-cü İslam oyunları, 3-cü MDB oyunları, UFC
beynəlxalq turnir, sonra müxtəlif o beynəlxalq deməli futbol yarışları və digər futbol oyunları, o cümlədən Formula 1 yarışları, bütün bunlar hamısını göstərir ki, Azərbaycan bütün çətinliklərə baxmayaraq, çünki bəzi yarışlar hətta Covid dövründə baş vermişdi, keçirilmişdi, amma ona baxmayaraq Azərbaycan ən yüksək səviyyədə həmin yarışların təşkil olunmasına müvəffəq olmuş və nəticə etibarilə idmanla yanaşı digər sahələrində inkişafına səbəb ola biləcək bir şərait yaratmışdı. Misal üçün, miqrasiya, turizm, infrastruktur deməli sahələrində də yəni biz çox ciddi artımları görmüş olduq. Sonra sərmayə yatırımı, vəsait axını, kapital axını və digər məsələlər təbii ki, bunlar hamısı ondan xəbər verir ki, idman sahəsini inkişaf etdirməklə Azərbaycan paralel olaraq idman sahəsindən bağlı olan sahələrin inkişaf etdirilməsinə müvəffəq olur və nəticə etibarilə biz bugün Bakı şəhərinin dünyanın idman paytaxtı seçilməsini şübhəsiz ki, böyük bir qürur hissi ilə qarşılayırıq. Bunu böyük bir hadisə hesab edirik və hesab edirəm ki, bu Azərbaycan üçün də həqiqətən də sözün əsasında böyük bir şərəf gətirən bir haldır. Ona görə də 2025-ci ildə bizim idman sahəsində qazanılan uğurlar münasibətinə bir daha idmançılarımızı təbrik edirəm və bu uğurların gələcəkdə daha da çox olmasını, qat-qat artırılmasına müvəffəq olmalarını arzulayıram və hesab edirəm ki, Azərbaycanın idman şöhrətini ucaldan həmin insanlar təbii ki, hər biri Azərbaycan xalqının, Azərbaycan Respublikasının bir dəyəridir və onlara dövlət tərəfindən göstərilən layiqli münasibət həm də bütövlükdə idman sahəsinə göstərilən münasibətin bariz nümunəsidir.